Değerli izləyicilərimiz, hal-hazırda Ağcabədi rayonunun Boyat kəndindəyik. Bir il öncə, fevralın 28-ci günü öz halal zəhmətləri ilə qazanan, bax bu zəhmətkeş cavanlarımız ruzu dalınca gedənkən yol qədasına düşdülər və 5'i də 5 dost, 5 qardaşlıq bir gündə 5'i də dünyasını dəyişdilər. Allah ruhlarını şad eləsin. Allah hamısının ruhunu şad eləsin. Azər Fəyyazoğlu, Elbəy Möhsinoğlu, Asiman Yaşaroğlu, Vüsal Məmmədoğlu və Sənan Aqiloğlu. Allah hamısının ruhunu şad eləsin. Asimanın atası Yaşar qardaşımız tərəfindən ehsan olaraq bu bulaq inşa edildi. Kənd ağsaqqalı. Ağsaqqal, xoş gördük. Allah köməyin olsun. Gəlmisən bu yaşda, bax burada durmusan, bu xeyir-xəf iş görür Yaşar qardaşımız. Sən də öz fikrini denəm bu iş haqqında. Amin inşallah. Yaşar, çox sağ ol. Var ol. Oğlunun adına ehsan bulağı burada inşa edirsən, amma oğlunla bərabər dünyasını dəyişən 5 qardaşım. Bəli, o qardaşların hər birisinin şəklini burada gözəl bir şəkildə qurmusan. Allah köməyin olsun. Allah qəbul eləsin. Sağ ol müəllim. Allah köməyin olsun. Allah sizi var eləsin. Siz ki belə bir işləri işlandırırsınız. Xalqla bir yerdəsiniz. Allah canınızı sağ eləsin. Allah köməyiniz olsun. Mən də əlimdən gələni istədim bu belə bir iş edeyim ki, həm cəmaatım üçün, həm elim üçün, həm də Asiman üçün. Allah köməyin olsun. Asimanın adından kəndinə ehsan olaraq əziz xatirəsinə bulaq olsun. Mən də nə qədər yaşım var, ömrüm var, bunu yaşadacağım. Təşəkkür edirəm. Kim də nə işsə, nə götürsə halal xoş olsun. Asimanın da və onların yanındakı olan 4 qardaşın ehsan olsun. Sağ ol, var ol, Allah köməyin olsun. Allah Ustalar, Allah sizi var eləsin. Çox sağ olun, var olun. Əziyyət çəkirsiniz sizdə, dəyərli qardaşlar. Allah razı olsun Allah sizdən. hamısına rəhmət eləsin. Amin inşallah. Hə, deməli, bax buradan da belə bir gözəl şəkildə su axır. İnşallah tikinti işi qutaran kimi bu su yönələcək o bulağa, bəli. Allah köməyin olsun. Və hardan qoşmuşam bunun işığın? İşığı da oradadır, eləmi? Hə, oradan qoşulubdur. Allah köməyin olsun. Allah qəbul eləsin qardaş. Və 27-si günü açılış olacaq inşallah. 27-si günü. İnşallah. Səhər saat 10 yarısı açılış olacaq. Kimin Vaxt olarsa. vaxtı olarsa hamını dəvət edirəm bura. Kim vaxtı olsa gəlsin, yaxınlaşsın bura. Amin inşallah. Cəmaatımız üçün hamı halallıq olsun. Sağ ol qardaş. Hə, bu kəndin ilahiyyatçısı Rüfət qardaşımız da. Salam. Nətərsən, nə var, nə yox? Hə, Rüfət, bax bu görülən bu xeyirxah işlər haqqında nə deyə bilərsən? Allah, birinci söz Allah'ına xatir. O qardaşlarımızın 25 diləsin, ruhlarını şad eləsin. Allah valideynlərinə, yaxınlarına, alim mənələrine falan sabır versin. O ilahi rəhmətə çatmağın yolları çoxdur. Biri də onların haqqında görülən işlərdir ki, onu da Yaşar çox möhtəşəm şəkildə təşkil elədi. Allah ali dərəcədə qəbul eləsin. Yay gəlir, havalar isti. Sərin suyun o savabı vallahi nəyə desən də ya. Üstadlardan biri çox uzun danışmaq istəmirəm, amma nəsə fikrimi istəyirəm deyim. Üstadlardan biri deyir, evdə atasın buyurdu ki, mənə bir stəkan su gətir. Mənə bir stəkan su gətir. Yanımdakilar narahat oldu ki, ağsaqqal niyə buyurdun? Dedi, mən biraz paxıl adamım. Bəli. Soruşdu ki, nətər yəni paxıl axı sən bu boyda alim
Dedi istəmirəm bu atamın qazanacağı savabı başqa adam qazansın. Yəni su verməyin savabı həddindən artıq çoxdur. Allah yenə görə mali dərəcədə qəbul eləsin. Allah çox gözəl, möhtəşəm bir işdir. Allah kömək olsun. İnşallah ki, bu məlum məsələdir ki, heç kimsə dilindən götürüb deməsə belə, onun sirab olmağı, onun savabı o qardaşımızın babasının ruhuna yazılsın. Allah ona cənnətdə ali məqam nəsib eləsin. Həzrət Əli Əsqərə xatir özünə də səbir versin. Allah səndən də razı olsun ki, gözəl, möhtəşəm işi ən azından dəyərləndirib, qiymətlendirib cəmaatın görməsi üçün təşkil edirsən. Çox sağ ol qardaş, Allah razı olsun. Sağ ol qardaş, borcumuzdur. Allah köməyin olsun. Hə, buyur, ay Yaşar. Yaxınlaş bir sən də. Yaxınlaş, özün də elə o. Bir ərzuvə su vur. Allah qəbul eləsin. Allah qəbul eləsin. Allah qəbul eləsin. Bir ömür boyu Allah ehsandır. Bəli, Allah qəbul eləsin. Yəni biz oruc olduğumuz üçün İnşallah. Allah köməyin olsun. Allah senin lisan olsun. qazancına bərəkət versin. Sağ ol, var ol. 5 balamın lisan olsun. Sağ ol. Allah köməyin olsun. Allah sizin də köməyiniz olsun. Belə bir şey var. Allah ağ eləsin. Təşəkkür edirik. Dəyərli qardaşımız. Salam, nə tərsən, nə var, nə yox? Buyur qardaş, sən də bu görülən işlər haqqında bir kəlmə. Bu Yaşar qardaşımız İhsan bulağa çıxdı. Allah qəbul eləsin. Allah rəhmət eləsin qardaşlara da. Nə deyim abi? Allah köməyin olsun. Allah qəbul eləsin bir daha.